Hamıya salam, bu mənim ilk videomdur və bugün Parisə gedirik. Gəlin birlikdə gəzək görək nə var, nə yox. Benim bu zamana kadar yaşamış olmam mucize arkadaş. Nə oldu ben? Mənim saçım zadım dağılıb. Ve saat 9:56-dır bura gəldik. 9:15-də təyyarədə eniş eləmişdik. Siz də hara gəldik dostlar? Hala bakın burada kimler var. Her şey qaydasında, pastel, yemeğimiz, içməyimiz, gündə ət yeməyi. Durun gelin ama vizanız yok. Ayhan beni de götür gittiğin yere. Bence mükemmel ya. Deməli dostlar, gəlirik bura hava limanına. Mənim gəldiyim hava limanının adı ORY yazılır. Bəzi yerlərdə ORLY deyə yazılır. Ən yaxşılarından biridir. Niyə? Çünki metro var birincisi. Metro ilə gedə bilirsiniz. İndi bir dənə ekran göstərim sizə baxın. Bax burada görürsünüz M14 deyə metro var. Metrodan istifadə edə bilərsiniz. Çox rahatlıqla gedirsiniz. Təxmini 40-45 dəqiqə mərkəzdəsiniz. Amma metronun qiyməti burada yoxdur. 13 evrodur. 2 evroda kart, yəni 15 evro. Yəni desə mənim əlim gəlir, yəni 30 manat metroya verməyə gedə bilərsiniz. Ya da mənim edəcəyim kimi burada gördüyünüz bu T7 ilə gedirik mərkəzə. T7-ni izləyəcəyik. Oradan da metro M7-yə çıxır bunun son dayanıcağı. M7 ilə də metro ilə istədiyimiz yerə gedirik. Hardasa saat yarım şəkil deyilənə görə. Gəlin birlikdə gedək. Sonra bir də bilirsiniz də Paris nə ilə məşhurdur? Oğurluqlarla, cibgirliklərlə. Belə çantada gəlmişsə qarşınıza assın. İndi mənim outfitim pozulur. Yox, o qədər də şey deyil. Ona görə belə əlimdə tuturam, ya da mənim kimi əlinizdə tuta bilərsiniz. Yol biraz uzun gələ bilər sizə, çünki uzundur. Amma axıra qədər izləyin ki, pula qənaət eləyəsiniz. Onsuz da Paris bahalı şəhərdir. Yəni pula qənaət eləmək lazımdır. Tutub metroya 30 manat verməyin. Malı. Orada gördünüz, düzgün yol, səhv yol. Biz o nə deməkdir? Qısaca izah edirəm. Bizim olduğumuz terminal ikincidir. 1-2-3 bir-birinə yaxındır. Bu T7 gördüyümüz isə 4-cü terminaldan gedir. Mən TikTok və ChatGPT-yə güvənərək ora sadəcə piyada gedildiyini düşünmüşdüm. Ta ki, mən təzədən Buxarestə qaydanda T4-cü terminaldan düşüb təzədən 2-ci terminala gələndə orada bir qatarın olduğunu fərqinə varmağımla aydınlanma yaşadım. Deməli, bu videoda izləyəsiniz ki, T7-yə necə gedir və buradan izləyəsiniz ki, belə getmək olmaz. Necə getməz? O mənim düzgün yol dediyim yer var. Dümdüz gedirsiniz oradan. Qatar var. Pulsuzdur. Bu terminaldan sizi o birisi terminala aparır. Hansı ki ayrıdır və T7-də oradan keçir. Bu dayanacaqda minin, o dayanacaqda düşün. Düşəndən sonra T7-ni izləyin, bir dənə aşağı düşürsünüz sadəcə orada. Aşağı düşdünüz, oradan gəlir də qatar. Oradan da minin qatarınıza rahatca gedin şəhərin mərkəzinə. Bu qədər yəni, nə deyək? Demək ki, TikTok ilə ChatGPT-yə güvənmək olmazmış, belə etmək lazımmış. Buradan çıxardığımız dərs nə oldu? Bu oldu. Deməli dostlar, siz mənim üçün mal olmayın. Bu oralıyı 2-3 görürsünüz. Bunun tam əkisində bir də var. Mən oradan çıxmışdım. İndi bu avtobusun arxasında deyə görünmür. Tam əksinə gəlmək lazımıymış. Tren buradan keçir. Oralıyı 4-dən. Deməli, o bayaq dediyim yerdən dostlar, içəri gəlmək lazımıymış. Allah kasıblığı üzün qara eləsin. Buradan da aşağı düşəcəyik. Hələ görək hara qədər gedirik. Benim bu zamana kadar yaşamış olmam mucize arkadaş. Vallahi mucize, billahi mucize. Ne olmuş ya? Olur öyle şeyler. İndi o birisi düşəcək. Cəmilə de. Dostlar, 20 dəqiqədə yeriyirəm, yarım saat deyib abartacağım. Tam 20 dəqiqədə biraz abartdım. Amma daha başımı bıraxıram da çatanda sizə xəbər eləyəcəm. Gələndə bu lövhələri izləyin. Nə olub mənim saçım zadım dağılıb. Hələ çatmamışıq. Gör, keçidə zat çıxar. Təzədən mən yuxarı. Mən deyəsən bu mərkəzə piyada aparır valla. Bu nə də? Ne de adamdan asma söylerler ya. Vallahi şöyle yak ya. Deməli dostlar, bax siz oradan gəlirsiniz, burada görürsünüz bunu, içəri girirsiniz. Düşünürsünüz ki, belə gedəsiniz də. Bəzi mallar da belə düşünür, gedir o başa qədər, sonra geri qayıdır. Siz elə eləməyin, o bəzi mallar kimi eləməyin. Buradan girən kimi dönün sola. Bura gizlədiblər, buradan düşmək lazımıymış. Dostlar, bunu da ötürdük. Buradan gəlmək lazımıymış. Tikinti gedir. Deməli saatı baxım deyirəm bir dəqiqə. İnşallah səsim sizə yaxşı gəlir. Nə oluyor lo? Motosiklet idi o. Deməli saat 9:56-dır bura gəldim. 9:15-də təyyarədə eniş eləmişdik. Düşünə bilərsiniz ki, pasport kontrol, Şengendə pasport kontrol olmur. Neyse, en azından ucuzdu. Ucuz da dediğim
Buna 5 manat verəcəm. Bir gediş metro 5 manatdır. Gəldik çıxdıq bura. Bilet almamızda vapşı rüsvayçılıq oldu da. Bu kart hamısına eyniymiş. Orada gah bas yazır, gah tram yazır. Gah tren yazır. Baş qarışdırmayın. Birinci hansına minəsinizsə kartı onunla bərabər alın. Sonra bu kart standartdır. İstədiyiniz şey üçün balans artıra bilirsiniz. Mən ödədim bu kartı 2 evro. Bu gedişim içində 2.5 evro. Həmçinin metro istifadə eləmək istəyirəmsə, onun üçün də 2.50 evro ödəyəcəm. Bir gediş üçündür bu dediyim. Nasıl yani? Nasıl yani? Bayaq sizə dedim, yoxlama olur burada. Bax, tutublar orada 15 dəqiqədə yazdığından əl çəkmədə. Pul ödətdirməlidir, cərimə, bilet alın bilet. Ladies and gentlemen, welcome to France, a land of rich history, stunning landscapes, and world-renowned cuisine. From the iconic Eiffel Tower in Paris to the picturesque villages of Provence, enjoy your journey through the Hay dostlar yenidən. Bura biraz tekin göründü, ona görə burada çəkirəm. Bayaqdan çox adam var. Deməli, mənim istədiyim yer Five Guys idi, oraya getmək istirdim. Yolumun üstündə var idi, getdim bağlıdır. Dedim bağlıdırsa nə edək? Joy and Juice-a gedək. Çünki bunların heç biri Buxarestdə yoxdur, mənə də çox maraqlı gəlir. Və hal-hazırda oraya gedirəm. Allah, bu belə. Siz də hara gəldik dostlar? Buxarestdə olmayan şey, Joy and Juice. Amma məni heç görmürsünüz ki siz. Amma məni görsünüz yaxşı. İçkinin nə olduğunu bilmirəm. Baxaq dadına. Oğlan dedim ki, mən fresh bir şeylər ver, isti şey olmasın, şirin olmasın. Köklü bir şey verib kalleş. Başa düşmədim. Bu isə Spicy Tunadır, ən məşhurlarından. Gəlin bunu da sizlərlə birlikdə açaq. Qışı kimi açmayaq göz buranı. Oxuyub elə aç. Mənim açacağım bundan artıq olası deyildi. Bunu qəşəng necə açırlar, bunu belə səliqəli açırlar, belə böyle götürürlər, yeyirlər. Elə onların videolarından gördüm mən, tamaha düşdüm. Qıza deyirəm ki, mənə napkin verin, hə? Salfetka, bilir, inside box. Qutunun içindədir. Yaxşı dedi, sağ olsun. Bakıya da gəlsin bundan. Bu ne saflık oluyor? Bizde bir patikadı bu. Anam görsə ki, balıq yeyirəm, Tuna'nın nə olduğunu bilmir böyük ehtimal. Mənim bir təhər eləyərdi. Çünki mən Bakıda balıq yemirəm. Amma gözəldir. Bu arada mənim kahvaltı üçün bir şeyimdir. Neyse, hadi bay. Sizə mənzərəmi də göstərim də. Buranın portbaksı üçün bir şeydir. Dostlar, indi hara gəldiyimizi bir dənə sizə göstərim. Louvre muzeyinə. Amma görürsünüz də bir kuyruq. Alışveriş mərkəzi gəzmək varkən nədən bu? Nəsə o tema var ya, ondan. Louvre Müzesi'ne gittin mi? Önünden geçtik. Bir kuyruk. Ne bekleyeceğiz mağaza gezmek varken? Da. Neyse də Disneyland'da bilet almışam, bütün pulumu ona vermişəm. Buna qalmayıb pulum. İnşallah ikinci gəlişimdə də girib bunun için göstərirəm sizə. İstəyirsinizsə Google-a yaza bilərsiniz ki, Louvre Muzeyi Mona Lisa üstü qutardı. Hələ baxın burada kimlər var. Bu da var. Hələ bu sən nə edəyim? Mənim şəklimi çəkin. Mən şəklimi çəkin ki, mən buradayam. Çox şok. Necəsiz dostlar? Yaxşı, o da şok değil mi? Hop, yenə mən. Demək istəyirsən yaxşı izah edə bilməmişəm. Burada deməli nə oldu? Biz üçümüz də ayrı-ayrı yerlərdəydik. Hərəmiz bir yerdəydik və bir-birimizi axtarmağa çalışırdıq. Və daim olaraq yazışırdıq ki, mən buradayım, sən də bura gəl, nə bilim nə. Ora biraz böyükdü. Necə oldu tapa bilmədim. O qədər çox da adam yoxdur. Şəbnəmin nə etdiyini deyirəm. Bu əyri qalıb. Əşi, boş verin. Şəbnəm də mən şəkil çəkib. Şəkildən 3 nəfər var. Ən qabaqda 1 nəfər var və o şəxs mənəm. Qoyacağam. Mənim şəklimi çəkib, qrupa atıb ki, mən buradayım. Mənim yazdığım yoruşum bilsiz nədir? Bu mənəm. Orada divarda gördüğünüz piksellə olan əsərlər bir fransız artistin əsərləridir və Parisin müxtəlif yerlərində bu əsərləri görmək mümkündür. Hətta o əsərləri skan eləyib səhv eləmirəmsə, onun haqqında qısa bir məlumat biografiyada oxuya bilərsiniz. Təşəkkür edirəm. Deyirəm.
Yol boş deyə keçirik. Sən nə istədin? Deməli yəqin ki deyirsiniz niyə belə bir video izlədiniz düzdür? Niyəsə izah edirəm. Biz deməli orada ya Çin ya Vyetnam idi, deyəsən Vyetnam restoranına getdik. Teyzəm çox əsəbi idi. Çox əsəbi idi. Bildiyim bizə qışqırdı deyirdi. Hazır deyilsiz, nə yeyirsiniz, nə içirsiniz belə deyirdi. Onu çəkdim ki birdən Ömər döyər amma döymədi. Əyləş görüm Ömər. Deməli niyə Fransada Çin restoranına gəldiyimizi izah edə bilərsən? Ucuz idi. Şəbnəm xanım, niyə Fransada Çin restoranına gəldiyimizi izah edə bilərsən? Başka restoran var ki burada başka ne? Bu dedi Louvre'un yanı. Yok, İnsanlar hem heç cür- tahtadır, hem de ki Bu insanlar heç cür heç nədə məmnun olmurlar. Parisdən belə məmnun olmurlar. Valla ancaq tetikdə yemək. Deyirəm ki, bu saat telefonumu əlimdən götürüb aparacaqlar. ChatGPT məni çox qorxutdu. Sizin təəssüratlarınız necədir? Şəbnəm xanım. korkmağa hiç ne yoktu. Korkmaqla bağlı hiç ne yoktu. Ama Hər ki şey belə qaydasında, pastel, yeməyimiz, içməyimiz, gündə ət yeməyi yatmaq və yeyirik. yemək Qaydasındadır. Yeməyimiz, içməyimiz, pastel, paltar, hər şey qaydasındadır. Yeyirik, içirik, çimirik. Allah papamız canı sağ eləsin. Gündə ət yeməyi yeyirik. Yoxsa deyil. Laboratuvarla da hərdən açıq qoyub yatırıq. Elə şey olur. beğendim burada başka hiç ne. Mikrofonsuz danışma. Buyurun Ömər bəy. Dostlar, deməli 7 aydır burada yaşayan biri olaraq deyirəm ki, Paris çox təhlükəsiz şəhərdir. Miflərə inanmayın, durun gəlin. Amma vizanız yoxdur. Ama vizanız yoktu. Ayhan beni de götür gittiğin yere. Schengen'in var mı? Yok. Schengen şart. Schengensiz olmaz. Yani Schengen alman lazım ya. Niyə pislədik ki insan? Mənim izləyicilərimi. Dostlar, deməli yemək yeməyə gəlmişik. Mənim yediyim yemək göstərirəm. Görmədi çünki yemirəm. 17 yemək. Plasmas boşqabda şey veriblər. Nudle, Ramen. ramen. Bu da Şəbnəmin yediyi yemək. Elə bu. Mən pulum yoxdur deyə yemirəm dostlar. Paris çox pahalıdır. Ən ucuz içki vermişəm. 4.5 euro içki verdim. Pivə aldım. 10 manata pivə almışam. 10 manata piva almışım. Bacı ki bacı. Görürsünüz də, bacı belə olar. Çox sağ ol, amma həqiqətən mən bura gəlməzdən əvvəl videoda gördüyünüz kimi Joy and Juice yedim. Joy and the Juice yediyim üçün şey eləmədim. Az deyiləm. SMR çəkək. ASMR-ni boş ver, xeyr çəkmək. Yavaş görüm. Neyse, burada yaxşı şeylər olmur, sağ olun. Bəli Şəbnəm xanım, bayaqki təcrübəmiz haqqında danışın, zəhmət olmasa izləyicilərimlə bölüşün, nə elədik? Neler aldım, nelerden yaptırdım, neler için yaptırdım ve neleri neden yaptırdım. Çok pahalı şokolad mağazine girdik. Bildik ki heç nə almayacaq. Dedik cəhənnəm girək baxaq. Bizə pulsuz şokolad verdilər. Yeriyə çıxdıq. Bəli, dedilər ki 3 növ saydılar, hansının dadına baxmaq istəyirsiniz? Birini seçdik, baxdıq, yedik, çıxdıq. Çünki niyə? 6 dənə bir loxmalıq şokolad nəzərdə tuturam. Ən ucuzu idi bu arada. Neçə evroydu? 17.90 evroydu. Əlbəttə almayacağıq. Deməli dostlar, burada məşhur 2 dənə yer var makaron üçün. Biri bu Ladurdur. Növlərini göstərə bilirəm buradan. Bir də ki Hermedi, Pierre Hermedi nəsə odur. Buradan bir dənə yoxlayaq. 2 dənə növ almışıq Şəbnəmdən. Səninki nə idi? Salted caramel. Salted caramel, yəni duzlu karamel demək istəyir. Mənimki isə alkoqollu bir şeydir, nə idisə bilmirəm. Yoxlayaq. Şəbnəm, sən birinci özün şans ye. Mikrofon məndə. Dostlar, zaretkamız 15%'dir. Mən bundan sonra bir sürü işim var. Adaptörüm də yoxdur. Allah kahretmir. Mənim üçün isə badam var. Neyse bir götür. Təcrübəci deyil, necə dadır? Good. Elə bu? Tatlıdır. Really? İndi mənimkinə baxaq. Mənə çağır. Yağda deyərəm, tatlıdır. Bu nə görüntü açısıdır? Dayan görək. Burada baxa bilərək. Yağda deyərəm. Yağ dadır deyir. Şəbnəm xanım bəyənmədi. Mənim telefonum dayan burada. Şəbnəm mənim hal-hazırda kameramanımdır. Belə video yoxdur da. Thank you.
Biraz çeynə hələ. Mənimki mükəmməldir. Tez bundan yeməlisən. 2.90 manat Süperdi. verdim. 10-10 yəni 10-10. Adını göstərirəm sizə. Bax bu ortadakı. Holiday nə bilim nəsə. Super dadı. What the hell? Dostlar, buğa bürcü olaraq video çəkmək çox çətindir həqiqətən. Çünki yeməyi bitirəndən sonra yadıma gəldi ki, mən bu videoya çəkəcəydim. Anam eşitməsin, amma ördək yedim. Çünki anam bişirsə qətiyyən yeməyəcəydim. Amma məşhurdur da, neyniyək, gəldik yedik. Gözəl imiş əslində ördək. Ördək olduğunu bilmək məni çəkindirir, amma dadı gözəldir. Qiymət də çox münasib idi. Təxmini bizim puldan 25 manat falan.